Bir kitabda oxuyurdum, bir tacir deyir, antik əşyalar satırmış, qədim əşyalar. Sonra deyir, işini dəyişməli olur. Orada da bahalıq olur da. Deyir, bir iki dənəsini saxlayıb, çox bahalı bir qab, bir dənə də, bilmirəm, kasa. Bir qab, bir kasa saxlayır ki, dar günümdə çox bahalı olur da, qədim əşyadır, qədim. Çox bahalı olur ki, dar günümdə deyir, bundan istifadə eləyərəm. Bir gün səfərə gedir, anası, qoca anası qalır evində. Qabaqlar da belə adamlar var ki, bu köhnə əşyaları alardılar. Bir kişi gəlir, cəmaatdan alır da evdə köhnə samavardan, nədən var. Bu arvada da yaxınlaşır, deyir ki, köhnə kürüş nəsə bir şey evdə var. Deyir ki, yox, bizdə hər şey təzədir. Deyir, bir bax da. Deyir, hə, gedir padvala, zirzəmiyə baxanda, görür orada bir köhnə bir qab var, bir dənə də kasa. Deyir, bu qalıb, yazıq oğlum, ehtiyacılar falan var, aparım bunu verin bu kişiyə, görün təzə bir şey versin. Kişiyə gətirəndə kişi deyib, baxır, deyir, mütəxəssis də bilir. Amma özünə qoymur, deyir, da ürəyimi sındırmıram, götürürəm bunu səndən. Götürür, əvəzində bir iki dənə təzə qablardan verir ona. Arvad deyir, sevincək qayıdır. Bunu Ustad Səfainin kitabında yazır. Bir mövzu ilə bağlı yazır. Elə bu mövzuya da tətbiq eləmək olur. Deyir, gəlir, oğlu səfərdən qayıdır, arvad sevinə-sevinə gəlir, deyir ki, bu köhnə arvadlar başqaydı, evin dirəyidir, indikilərlə ancaq ərlərindən nəsə qazanmaq istəyir falan. Deyir, nəsə sözlü adam, sənin nə demək istəyirsən, deyir, görüm nədir? Deyir, görsən o köhnə, yox, deyir, gör, nə yaxşı təzə qablar almışam sənin üçün. Baxır, deyir, hə, lap yaxşı, çox yaxşı. Deyir, bilirsən nəyin qarşılığında? Deyir, qalmışdı o zirzəmdə köhnə şeylər. Onları verdim, deyir, bunu aldım. Deyir, arvad sevincək, mənim az qaldı ürəyim yansın. Ki, mən dar günümə çox bahalı bir şeydi, saxlamışdım. Zahiri köhnə idi. Bilirsiniz, nəyi verdiyini başa düşmür deyə insan qazandığına sevinir, şad olur. Bizim sevincimiz belədir. Biz nəyi itirib, nələr verib, nə qazanmışıq. Məsələn, 70 yaşı var, sayır qazandıqlarını sevinclidir, əladır. Şükür mənasında demirəm, maddi şeylərə şükür. Yox, bir həyatın nəticəsi bu oldu. Bir həyatın nəticəsi bilsən nə ola bilərdi? Allah deyir ki, özüm kimi sən edə bilərəm. Özüm kimi. Yəni, sən elə qüdrət verərəm ki, sən ol desən olar, sənin sözün yerə düşməz. Hara gedib çıxardı bilmir, hesablamır, sərmayəsini bilmir. Oturub oyuncağa sevinir. Bizim vəziyyətimiz belədir. Belə bir haldayıq.